Değerli izləyicilər, hamı salamlayıram. Budur növbəti video və növbəti videonun səbəbkarı olacaq belə bir bağlama təzə gəlib. Gördüyünüz kimi bu biraz belə deyək də qəliz bir ad var həmin bu şirkətin, Subtle Art Soap Co LLC. Bir sözlə anladığım qədər deməli bunların saytları da var. Hardasa burada göstərilməlidir, amma yenə də baxacağıq. Deməli bunlar anladığım qədər, yəni keçmiş hərbçilərdir indi. Özləri üçün belə bir müəssisə açıblar və müxtəlif belə deyək. Həm tıraş üçündür deyəsən, həm də müxtəlif belə deyək. Gigiyena üçün sabunlar, planlar, bu kimi məqamları istehsal edirlər. Anladığım qədər, bəlkə də səhv dedim, amma ən azından bu tıraş üçün deməli aftershave, yəni ki, tıraş sonrası aksesuarlar və belə deyək, sabunları hazırlayırlar. Burada qalır. Kəsəyə gidilir. Üzürlü sayısı Allah. Bəlkə də öncədən açmalıydım bu qablaşdırmanı. Yox, belə eləyək. Həmçinin dedirəm, normal görüntü var. Yenə də ilişdi. Niyə belə oldu? Kəsmişdim burası. Niyə çıxmasın? Hə, çıxdı. Wow! Çox sağ olsunlar, hədiyyələrimiz də var. Yəqin ki, təşəkkürnamə kağızı. Çox sağ olsunlar. Nədirsə, vay atonla, qələm falan, ay, utandırdılar, çox sağ olsunlar, thank you very much, thank you very much, I will, let me for a few seconds make a photo of what we have received. Okay, mən etdim, aha. Davam edirik. Deməli sabundur. Yəqin ki, çox güman ki, bu deməli test üçün bizə təqdim olunub. Video çəkilişi davam edir. Bəli. Bir sabun. Hamısı çox maraqlıdır. Qoxu falan necə olacaq deyəsən, çox maraqlıdır. Mən bir sekund baxım bura. Gəlin bunun da şəklini çəkim. Bunu da qaytaraq yerinə. Belə. Şəklini çəkək. Üzürlü sayın sağ ola. Davam edirik. Sabunumuz. Maple Bourbon. Ha, yoldaşlar, fikir versəniz, burada bunların saytları olmalıdır. Bilmirəm, bu kamera bunu görsədir, yoxsa yox. Bir də baxın, mən diqqətlə. Aha, görə bilirsiniz. Bir sözlə. Budur. Triple Butter Shave Soap, yəni 3 növ sabun təşkil edir. Hələ anladığım qədər belədir. Burada balaca bir instruksiya və tərkib. Shea butter deyə burada yazılıb. Potasyum var. Cocoa butter. Bu nədir? Bilmirəm nə yağıdır. Fruit butter var hətta. Bir sözlə kifayət qədər butterlar var, yəni sabunlar. Budur. If irritation occurs, əgər qıcıqlanma verirsə, discontinue use immediately. Yəni istifadə etməyi dayandırın dərhal.
Budur sabunun görünüşü. Yarı yumuşaq kimidir və həm də wow, karamel. Vay. Karamel krem qoxusu var, amma yenə də istifadə etdikdə bəlkə şans var ki, qoxu biraz da açılışsın. Başqa cür, yəni başqa notaları biz hiss etdik, amma ən azından yəni gördüm, çox qəşəng qoxusu var. Bourbon, yəni bu içkinin yəqin qoxusudur. Qoyuruq qırağa, davam edirik yoldaşlar. Növbəti sabunumuz və həmin bu sabunlara aid avtoşevlərdir, yəni ayrı bir şey yoxdur yoldaşlar. Bunu da belə bağlamasından çıxardaq tez bir zamanda. Bıçağımız, nəysə uzanır bizim videomuz, hə? Neçə dəqiqədir artıq? Wow, 5 dəqiqədir hələ ki ortalıqda bir şey yoxdur. Budur. Növbəti sabunumuz, bunları qoyaq qırağa. Və təbii ki şəkil Vibe'dən budur. Bunu da bura yerləşdirək belə. Şəkil. Bir sekund. Okey. Belə. Bildirəm ki normal çıxacaq. Biraz yaxından. Bir də bəsdir. Davam edirik videomuza. Üzürlü sayın insanlar. Deməli 113 qram burada da orada da. Yəni bir artıq heç nə yoxdur. Burada yəni veteran owned and operated. Bu da saytları yoldaşlar www.subtleartsoap.com. Yəni ki bu da bunların saytları, bilmirəm görə bilirsiniz yoxsa yox. Pauzaya qoyub baxarsınız. Eyni söhbətlər, müxtəlif sabun, yağlar, burada kokun butter, bilmədim bu nə butterdır. Deməli Garcinia India seed butter, bilmədim. Shea butter burada da var. Bir sözlə yəni ki çox maraqlıdır. Eyni sözlər. If irritation occurs, discontinue use immediately. Görək. Görünüşcə eyni görünüşü var sabunun. Eyni belə deyək yumşaqlığı və qoxu. Qoxu hələ ki hiss etmirəm yoldaşlar. Ümid edirəm ki, yəni istifadə etdikdə qoxu açılacaq. Amma yenə də bizim avtoşevlərimiz var, splashlərdir bildiyim qədər. Görək onlar nə göstərir bizə. Növbəti. Heç nə yox da. Yox, burada da var. Burada yox heç nə. Çox qəşəng yerləşdiriblər. Bununla da nə eləyər ki, biz bu böyük qutudan azad ola bilərik. Dur. Ya da belə son şəkil edək. Eyni zamanda üzülürsən, mən bunları bununla bir dənə də telefon qılıqda saldım. Neysə, belə qoyaq hələ ki. Bu bir. Ya, belə. Belə edək. Bu sabun qutusunu da belə. Necəsə yerləşdirək. Aha, bir-birini tutublar. Good. Biraz correction. Okay, good. Bilmirəm nə qədər sizə maraqlıdır bu proses. Çox üzürlü sayın. Ümid edirəm maraqlı taparsınız bu videonu. Budur. Çox gözəl belə zahir görünüşü var bu sabunların. Biraz çəkim belə. Belə. Siz də görəsiniz nələr baş verir burada. Komediyanı davam edirik yoldaşlar. Budur. Aha.
və bizim yəni vacib məsələsi budur. Davam edirik. Balaca belə ailəvi şəkil. Budur yoldaşlar. Bir dənə də məncə bəsdir. Davam edirik çəkilişi. Və mənə də, sizə də, hamımıza da maraqlıdır ki, qoxu necədir. Tez bir zamanda deməli çalışacaq. Bunlar hamısı gedəcək zibil qutuya. Budur. Yazılar var. Deməli, ingredients, deməli, alkoqol var yoldaşları. Denat bilmirəm bu nə deməkdir. Hansısa başqa növ alkoqol yəqin ki, biz bildiyimiz spirt deyil. Witch hazel. Aha. Witch hazel Azərbaycanca bilmirəm, amma mən bildiyim qədər dəriyə qarşı, yəni cildə qarşı, yəni ki, belə deyək, daha çox belə deyək, dəriyə qulluq edən bir nəticə bu bitkidir. Essential fragrance oils, yəni parfümeriya, polysorbate, 80, nə bilim nə, bilmirəm indi. Kimyaçı bilirsə yəqin ki. Burada yenə də saytları var. Aşağıda görə bilirsinizsə. Deməli, pauza edib baxa bilərsiniz. Peki, bu birinci bourbon. Gəlin qoxusuna baxaq. Bəli. Bourbon içkinin deməli qoxusu çox qəşəng qoxu var. Sabunlarda ola bilsin dərhal belə gözə çarpan deyil bu qoxu. Ümid edirəm ki, istifadə etdikdə su ilə təmasda açılaşacaq. Amma aftershave-lərin qoxusu yəni çox belə xoşa gələndir. Super, çox xoşuma gəldi. Qapağını qaytaraq yerinə və növbəti deməli bizim iştirakçımız. Üzürlü sayın. Kamera arkasında edirəm bunları. Pipe'den ay bu mənim əlimə yapışır. Əl çəkmə. Burada qal. Yox, yapışır. Nətər eləyirəm dəmirə. Yox. Dəmirdə qal. Budur Pipe'den. Aftershave artıq neçənci 13-cü dəqiqədir. Çox üzrlər diləyirəm ki, uzadıram videonu. Eyni yazılar, tərkiblər, alkoqol, witch hazel yenə də və müxtəlif ingrediyentlər yenə də. Qoxusuna baxaq. Burada çox maraqlı qoxu var idi. Bəli, burada deməli şəkildə göstərilən kimi belə deyək, hansısa bir otaqdır, dəri deməli kreslolardır, nədir belə deyək. Həmin dəri belə qoxusu var, maraqlı, çox maraqlı və alkoqol biraz qoxusu var. Bilmirəm, yəqin ki, istifadə edəndə qoxu daha hansısa bir maraqlı belə deyək notlar açacaq, amma ilkin belə deyək qoxunun belə deyim mənə gələn spirtli belə nəsə içkinin və dəri qoxu ilə qarışıq belə bir şey hiss etdim. Budur və belə bir deməli hədiyyəmizə də baxaq. Deməli qələmdir. Çox sağ olsunlar öz loqolarla və saytları ilə burada. Yenə də təşəkkürlər. Thank you very much for your presence. Deməli bunu harasa yapışdıra bilərəm. Reklam xarakteri daşıyır. Yəni də sağ olsunlar.
Deməli, Astra tiyələri yaşıl Astra. Budur. Maraqlıdır, haranın istehsalıdır. Burada gözlə görə bilmərəm, bilmirəm siz görə biləcəksiniz yoxsa yox. Yenə də göstərdim. Budur. Və bu sabun. Bu da fikrimdə var idi almağa, amma son anda yəni ki almadım. Leather və tobacco. Burada da demək olar ki, həmin o dəri qoxusu var. Bilmirəm, ya içki qoxusudur bu, anlamadım. Amma burada tobacco qoxusu. Bu yaxınlarda mən tobacco deməli tobacco bu Barbershop adlı Sterling'in sabunu aldım. Orada da deməli tütün qoxusu var. Düşündüm ki, yəni çox olar, ona görə almadım. Amma fikrim var idi. Deməli bu sabunu da alım. Sanki fikrimi oxuyublar. Ya da baxıblar mən deməli o səbətə atıb çıxartmışam deyənə. Yəni julikdilər. Budur. Açaq. Və qoxusuna baxaq görək. Çox güman ki budur. Eyni tərkibli sabundur. Artıq baxışdan görünür. Bəli, əminliklə deyə bilərəm ki, burada dəri və tütün tobacco qoxularının qarışığıdır. Belə məncə bütün hədiyyələr bunlar idi. Burada bu məqamda sizinlə sağollaşıram. Belə görünər. Zibili buradan çıxardaq. Hələ ki belə bura görünən yerə. Bəlkə bir dənə də ailəvi şəkil çəkək. Bir sekund. Bir şəkildə çəkək. Yəni ki bura çox qəşəngdir. Çox şadam, görək növbəti hansısa bir yaxın günlərdə bunların birlikdə istifadə edəcəyəm. Yəni ki, belə növbə ilə birinci məni maraqlandıran deməli bu sabun olacaq. Sol tərəfdə olan gördüyünüz dalınca bu pipe'dən və görək nə kimi performans olacaq. Aftershave-lər də var, splashlərdir anladığım qədər. Bəli, splash yazılıb görürsünüz. Burada da həmçinin splash yazısı var. Gördüyünüz kimi şapalaq deməkdir. Əgər belə tərcümə etsək. Məncə bu qədər yoldaşlar. Əgər videodan xoşunuz gəldisə, buyurun, yəni ki, videoya deməli like qoya bilərsiniz. Bölüşə bilərsiniz bu videonu dost tanışla, komment bölməsində kommentlərinizi saxlaya bilərsiniz. Və çox şad olardıq əgər siz deməli bizim kanala abunə olsaz. Yəni bundan sonra da çox maraqlı videolar olacaq, ümid edirəm. Tıraşa aid olan aksesuarlara, yüz qırxanlara və s. Və çalışaram, deməli, yəni burada çalışılası bir şey yoxdur, artıq burada var idi, deməli, amma yenə də ayarlar bölməsində həmin bu internet dükanın keçidi sizə saxlayacağam. Sağ olun yoldaşlar, gələn görüşlərə dək.